Hər vaxtınız xeyir olsun yoldaşlar. Bugün mən sizə 15 yanvar tarixində keçirilmiş dövlət qulu imtahanından AS kateqoriyasına aid olan qəbul suallarının izahını təqdim edəcəm. Keçək suallara. 16-cı sual. Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının nəzarət zərfi dövlətin məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimata əsasən yanlış bəndi müəyyən edin. Deməli, burada yanlış bənd B bəndidir. Baxaq B bəndinə. Təşkilatlarda qərarlar, sərəncamlar, əmrlərin yaranmasının hüquqi əsaslarından biri qüvvədə olmasından asılı olmayaraq normativ xarakterli aktların tələbləridir. Təlimatda isə qeyd olunub ki, qüvvədə olan normativ hüquqi aktların tələbləri sərəncam mahiyyətli sənədlərin yaranmasının hüquqi əsaslarından biridir. Burada isə yazılıb ki, qüvvədə olmasından asılı olmayaraq, amma əslində qüvvədə olmasından asılıdır və normativ xarakterli yox, normativ hüquqi aktların tələbləri olmalıdır. Ona görə də doğru cavab B bəndi olacaq. Növbəti sual. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusuna əsasən aşağıdakılardan hansı inzibati vəzifə hesab edilir? Doğru cavab burada olacaq A bəndi böyük məsləhətçi. Növbəti sual. Dövlət qulluğunda iş stajı olmayan və müsabiqə yolu ilə 6-cı təsnifat inzibati vəzifə uyğun hesab edilmiş adlı vətəndaşın daimi dövlət qulluğuna qəbul edildiyi gündən 2 ay sonra dövlət qulluğu haqqında qanuna əsasən hansı ixtisas dərəcəsinə malik olacağını müəyyən edin. Burada 2 ay çaşdırmasın. Çünki inzibati vəzifələrin 6-cı təsnifatı üzrə növbəti ixtisas dərəcəsi 2 ildən 1 verilir. Yəni ixtisas dərəcəsində 2 il qulluq stajı olmalıdır ki, növbəti ixtisas dərəcəsi verilsin. Yəni burada 2 ay heç bir şey dəyişmir. Yəni 6-cı təsnifat üzrə daimi dövlət qulluğuna qəbul edilmiş vətəndaş 3-cü dərəcə dövlət qulluqçu ixtisas dərəcəsini alacaq və 2 ay sonra da bu yenə də olduğu kimi 3-cü dərəcə dövlət qulluqçu ixtisas dərəcəsində qalmış olacaq. Ona görə testin doğru cavabı B bəndidir. Növbəti sual. Normativ hüquqi aktlar haqqında Konstitusiya qanuna əsasən normativ hüquqi aktların növləri müəyyənləşdirilir. Normativ hüquqi aktların növləri Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilir. Konstitusiyanın 148-ci maddəsi ilə. Doğru cavab A bəndi olacaq. Növbəti. Konstitusiyaya əsasən qanunverici təşəbbüsü hüququna aid edilə bilməz. Burada diqqətli olaq. Deməli C bəndi. Prokurorluğun qanunverici təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə verdiyi qanun layihəsində dəyişiklik edilmədən səsə qoyulmur. Bu yanlışdır. Çünki 96-cı maddədə qanunverici təşəbbüsü hüququ maddəsində belə bir müddəa öz əksini tapmayıb. Ona görə də testin doğru cavabı C bəndi olacaq. Növbəti sual. Əmək məcəlləsinə əsasən aşağıdakı bayram günlərindən biri iş günü hesab edilir. Müstəqilliyin bərpası günü. Növbəti sual. İnzibati icraat haqqında qanun tətbiq dairəsi ilə bağlı doğru müddəanı müəyyənləşdirin. Deməli, A bəndi inzibati akt qəbul etmək səlahiyyəti olan hər hansı fiziki və hüquqi şəxsin bütün fəaliyyətinə şamil olunur. Bu səhvdir. İnzibati icraatın həyata keçirilməsi istisnasız bütün ərazidə inzibati icraat haqqında qanunla tənzimlənir. Bu da səhvdir. Çünki inzibati icraat haqqında qanun Ələt Azad İqtisadi Zonasına şamil edilmir. Yəni orada inzibati icraat haqqında qanun tətbiq edilmir. Ona görə B bəndində çıxırıq. C bəndi bələdiyyələrin inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Bəli. Qanun tətbiq dairəsində də qeyd olunub ki, inzibati icraat haqqında qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil edilmir. Bələdiyyə də inzibati orqan olduğu üçün onun inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil edilməyəcək. Belə testin doğru cavabı C bəndidir. Növbəti sual. Dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanuna əsasən etik davranış qaydalarına əməl olunması ilə bağlı yanlış olanları seçin. Deməli, birinci, dövlət orqanı yaratdığı qurum etik davranış qaydalarına əməl olunması nəzarəti sərəncamla təsdiq edilən nizamnaməyə uyğun olaraq həyata keçirir. Bu səhvdir. Daha sonra, dövlət qulluqçunun vicdanlı davranışına əməl etməsinə nəzarəti tabeçilik əsasında yuxarı orqan həyata keçirir. Vicdanlı davranış etik davranış qaydası olduğu üçün və qanunda da qeyd olunub ki, etik davranış qaydalarına əməl olunmasına nəzarəti tabeçilik qaydasında yuxarı orqan həyata keçirir. Ona görə ikinci düz olduğu üçün onu çıxırıq.
Etik davranış üzrə müvəkkil etik davranış qaydalarını və onlara əməl olunması ilə bağlı təminatları konkretləşdirən normativ hüquq aktları işləyib hazırlayır və təsdiq edir. Bu etik müvəkkilin yox, dövlət orqanı rəhbərinin vəzifəsidir. Ona görə 3-ü də götürürük. Dövlət orqanı rəhbəri tabeliyində olan dövlət qulluqçularına etik davranış qaydalarını izah etməlidir. Bunu çıxırıq, bu doğrudur. Dövlət orqanı rəhbəri etik davranış qaydalarına əməl olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş vəzifələri həyata keçirməlidir. 5 də doğru olduğu üçün çıxırıq və testimizin doğru cavabı olacaq 1-3 C bəndi. 24-cü sual. Konstitusiyada təsbit edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi müddəasına əsasən doğrudur. Burada D bəndinə diqqət yetirək. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Testin doğru cavabı olacaq D bəndi. Daha sonra 25-ci sual. Dövlət qulluğu haqqında qanuna əsasən uyğunluğu müəyyən edin. Bu dövlət qulluğu haqqında qanunda təsbit olunmuş anlayışları əhatə eləyir. Deməli, dövlət qulluğunun inzibati vəzifəsi. D bəndinə baxaq. Dövlət orqanı struktur bölməsinin fəaliyyət istiqamətini uyğularaq həmin bölmənin səlahiyyətlərini bilavasitə həyata keçirən dövlət orqanı strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahididir. Deməli, 1-ə D bəndi uyğun gələcək. Avtomatik cavablara baxırıq, cavablar işləyir. Deməli, 1-ə D-nin uyğun gəldiyi bir variant var, o da B bəndidir. Yəni, əgər imtahanda bu cür etsəz, daha tez taparsınız variantları. 2-yə A uyğun gələcək, yardımçı vəzifə, dövlət orqanı struktur bölməsinin fəaliyyətini təmin edən dövlət orqanı strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahididir. Şöbə, dövlət orqanının bir və bir neçə fəaliyyət istiqaməti üzrə səlahiyyətlərini həyata keçirən struktur bölməsidir. Vəzifə təlimatı da dövlət qulluq vəzifəsinin adının, qulluq funksiyalarının və həmin vəzifələrin tutulması şərtlərinin əks olunduğu və dövlət orqanı rəhbəri tərəfindən təsdiq olunan sənəddir. Deməli, doğru cavab B bəndi olmuş olacaq. Növbəti sual. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkil haqqında Konstitusiya qanununa əsasən müvəkkilin səlahiyyətlərinin bitməsi neçə gün qalmış, Prezident Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün 3 şəxsin namizədliyini təqdim edir. 30 gün qalmış. Doğru cavab olacaq D bəndi. Növbəti sual. İnformasiya əldə etmək haqqında qanuna əsasən informasiya sahibinin vəzifələrinə aid deyil. Öz informasiya ehtiyatlarından digər şəxslərin informasiya əldə etməsini məhdudlaşdırmalıdır. Ümumiyyətlə, informasiya sahibinin belə bir vəzifəsi təsbit olunmayıb. Ona görə doğru cavab B bəndidir. Növbəti situasiya tipli tapşırıqdır. Azərbaycan Respublikasının vətəndaşı olan X və Y dövlətə qarşı qiyamda iştirak edir. X qiyamın yatırılması zamanı hüquq mühafizə orqanlarının əməkdaşlarına tabe olmayıb. Nəticədə silahla vurulma səbəbindən həyatını itirib. Y isə həbs edilib. X-in ailə üzvləri ona qarşı silah işlədilməsinin qanunsuz olmasını, Y-in ailə üzvləri isə onun Azərbaycan Respublikasından qovula biləcəyini iddia edirlər. Konstitusiyaya əsasən situasiyaya bağlı doğru fikri müəyyən edin. Deməli, biz buradan nə nəticəyə gəldik? Həm X haqsızdır, həm də Y haqsızdır. Çünki Konstitusiyanın 27-ci maddəsində də qeyd olunub ki, dövlətə qarşı qiyamın yatırılması zamanı insana qarşı silah işlədilməsinə yol verilə bilər. Y isə iddia edir ki, Azərbaycan Respublikasından qovulacaq. Ümumiyyətlə, Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasından heç bir halda qovula bilməz. Deməli, biz həm X-in, həm də Y-in haqlı olmadığı variantları seçəcəyik. Həmin variant da B bəndində yazılıb. X-in ailəsi haqlı deyil. Dövlətə qarşı qiyamın yatırılması zamanı insana qarşı silah işlədilməsi yol verilir. Y-in ailəsi də haqlı deyil. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula bilməz. Növbəti sual. Konstitusiyaya əsasən yerli özünü idarəni həyata keçirən və seçkilər əsaslı yaradılan orqan, yəni bələdiyyələr, qanunla müəyyən olunmuş hallarda və qaydada öz fəaliyyəti barəsində Milli Məclisə hesabat təqdim edirlər. Deməli, A bəndi maliyyə, kredi və pul siyasətinin həyata keçirilməsini təmin edir. Bu, Nazirlər Kabinetidir. Dövlət büdcəsinin icrasını təmin edir. Bu da Nazirlər Kabinetidir. Dövlət iqtisadi proqramların həyata keçirilməsini təmin edir. Bu da Nazirlər Kabinetinin səlahiyyətidir.
D bəndi isə bələdiyyəyə aiddir. Növbəti sual. Konstitusiyada sağlamlığın qorunması hüququ ilə bağlı təsbit edilmiş müddəalarda nəzərdə tutulmuşdur. Burada C bəndinə baxırıq. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərin inkişafı üçün zəruri tədbirlər görür. Sanitariya, epidemiologiya salamatlığına təminat verir. Tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. C bəndi testinin doğru cavabı olacaq. Növbəti. Korrupsiya qarşı mübarizə haqqında qanuna əsasən korrupsiya şərait yaradan hüquq pozmadır. Deməli yoldaşlar, bunu söz birləşmələrindən tapsaq daha rahatdır. Deməli, xidməti vəzifəsinin icrası əlaqədar hər hansı hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsi onun özü üçün hüquqi şəxs tərəfindən dolayı yolla güzəştlərin vəd edilməsi. Deməli, bu bilavasitəyə aiddir. Bunu çıxırıq. Müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək imkanına malik olduğunu bildirən şəxs tərəfindən imtiyazların qəbul edilməsi, bu da bilavasitəyə aiddir. Vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar əmanətlərdən qanunverici zidd olaraq gəlir götürülməsi, bu da bilavasitə korrupsiya pozmasına aiddir. Statusu və vəzifə səlahiyyətlərinə irəli gələn imkanlardan istifadə etməklə vəzifəli şəxsin səlahiyyət dairəsinə daxil olmayan məsələlər üzrə digər qurumların fəaliyyətinə qanunsuz müdaxilə etməsi bu şərait yaradan hüquq pozmadır. Testin doğru cavabı da D bəndi olacaq. Növbəti sual. Dövlət qulu haqqında qanuna əsasən inzibati vəzifələrin müvafiq olaraq 3-cü və 4-cü təsnifatları üzrə verilməsi nəzərdə tutulan ən yüksək ixtisas dərəcələrini müəyyən edin. Deməli, bu konkret sualdır. 3-cü təsnifatda ən yüksək baş müşavirdir. 4-cü təsnifatda da ən yüksək dövlət qulluğunun müşavirdir. Doğru cavab da A bəndi olacaq. Növbəti sual. Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimata əsasən stenoqramları aparılan iclasların protokolları ilə bağlı düzgün müddəaları müəyyən edin. Birinci. Stenoqramları aparılan iclasların protokolları geniş şəkildə tərtib edilir. Geniş yox, qısa şəkildə tərtib edilir. Ona görə biz biri çıxaracağıq, bir olan variantlar getdi. Sonra stenoqramları aparılan iclasların protokollarında iclasın gündəliyində duran məsələnin, bu məsələ aid məruzəçinin və çıxış edənlərin sayı göstərilmir. 2-də çıxırıq, avtomatik deməli 2-də getdi. Daha sonra stenoqramları aparılan iclasların protokollarında müzakirə edilən hər məsələ qəbul edilən qərar öz əksini tapır. Bu doğrudur. Stenoqramları aparılan iclasların protokolları tərtib edilərkən çıxışların məzmunu verilmir. 4-də doğrudur. Stenoqramları aparılan iclasların protokolları giriş, əsas və nəticə hissələrdən ibarət olmaqla geniş protokollardan fərqlənir. Ümumiyyətlə protokol 3 hissədən ibarət olmur. 5-də çıxırıq. 6-cı stenoqramları aparılan iclasların protokollarına müvafiq qayda tərtib edilmiş stenoqramların mətni əlavə edilir. Deməli, doğru cavab A bəndidir. Növbəti. Mülki məcəlləyə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, hüquqi şəxsə və ya səhmdara dəyən zərərə görə hansı hallarda məsuliyyət daşıyır? Deməli, birinci. Hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyri-mütənasib həcmdə hüquqi şəxsin müşahidə şurasının üzvlərinə bonusların ödənilməsi zamanı bu halda məsuliyyət daşıyır. Hüquqi şəxsi aidiyyəti olan şəxslərlə qanun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilənin bağlanması bu halda da məsuliyyət daşıyır. Səhmdara münasibətdə onların əhəmiyyətli dərəcədə gəlir əldə etməsinə səbəb olan əqlərin bağlanması. Buna məntiqlə də baxsaq, əgər gəlir gətirməsə yönəlibsə, niyə məsuliyyət daşısın? Ona görə də üçüncünü çıxırıq. Daha sonra hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə yuxarı şərtlərlə və qiymətə özgənlikləşdirməsi və istifadəyə verilməsi. Bunda çıxırıq. Hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alınması. Bunu da götürürük. Deməli, doğru cavab olacaq C bəndi. Növbəti. Elektron imza və elektron sənəd haqqında qanuna əsasən aşağıda qeyd olunanlardan yanlış olanları müəyyən edin.
Dövlət hakimiyyəti orqanlarına yalnız hüquqi şəxsin göndərdiyi məlumat bildirişi onun gücləndirilmiş imzası ilə təsdiqlənməlidir. Yalnız hüquqi şəxsin yox, fiziki şəxslərin göndərdiyi məlumat bildirişi də gücləndirilmiş imza ilə təsdiqlənməlidir. Ona görə biri götürürük biz, çünki bizdən yanlış soruşur. İmza sahibi sertifikatı olan elektron imzadan istifadə edərkən qarşı tərəfi xəbərdar etməlidir. Sertifikatı olan yox, sertifikatı olmayan elektron imza olmalıdır. Ona görə ikini də götürürük. Elektron imza yaratma məlumatlarından istifadə etməklə imza vasitələri yaradılan elektron imza yalnız öz sahibinə məxsusdur. Bu doğrudur. Dövlət hakimiyyəti və yerli özünüdarlıq orqanları sahə üzrə akredit edilmiş sertifikat xidmətləri mərkəzi xidmətlərindən istifadə etməlidirlər. Bu da doğrudur. İmza sahibi yalnız bir imza yaratma məlumatlarına malik ola bilər və o sertifikatında göstərilən münasibətlərdə istifadə edilir. Bir yox, bir neçə imza yaratma məlumatlarına malik ola bilər. Çünki imza sahibinin imza yaratma məlumatlarının sayına məhdudiyyət qoyulmur. Testin doğru cavabı olacaq 1, 2, 5. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən valideynlərin uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək borcunun yerinə yetirilməsinə nəzarət edir dövlət. Daha sonra Dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanuna əsasən etik davranış qaydalarının həyata keçirilməsinin təmin olunması ilə bağlı düzgün cavabları müəyyən edin. Birinci, dövlət orqanı rəhbəri tabeliyində olan dövlət qulluqçularının xidməti davranışlarının həmin dövlət orqanı nizamnaməsinə müəyyən olunan etik davranış qaydalarına uyğunluğunu tabeçilik qaydasına nəzarət etməli və onun təhlilini aparmalıdır. Bu səhvdir, bunu çıxırıq. Dövlət orqanı rəhbəri etik davranış qaydalarını pozan dövlət qulluqçularının inzibati məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görməlidir. İnzibati yox, intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir. Dövlət orqanı rəhbəri etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə vətəndaşları məlumatlandırmalıdır. Bu doğrudur. İntizam icraatı zamanı dövlət qulluqçusunun yol verdiyi hüquq pozuntusuna cinayət tərkibinin əlamətləri aşkar edən dövlət orqanı rəhbəri bu barədə cinayət təqibi orqanına məlumat verməlidir. Bu da doğrudur. Dövlət orqanı rəhbəri tabeliyində olan dövlət qulluqçusu arasında onların tutduqları vəzifə uyğun olaraq vəzifə bölgüsü aparmalıdır. 5 də doğrudur. Testin doğru cavabı olacaq D bəndi. Növbəti, dövlət sirri haqqında qanuna əsasən milli məclisin məlumatlarının dövlət sirrinə aid edilməsi və mühafizəsi sayəsində vəzifəsidir. Deməli, A bəndi. Dövlət sirrinin mühafizəsi sayəsində dövlət proqramının həyata keçirilməsi üzrə dövlət büdcəsinə yönəldilən vəsaitə baxma. Bu, milli məclisin vəzifəsidir, yoldaşlar. Daha sonra 39. Dövlət himnindən istifadə qaydaları haqqında qanuna əsasən doğru müddəaları müəyyən edin. Dövlət himni prezident seçilmiş şəxsin and içmə mərasimində and içmədən əvvəl ifadə edilir. And içmədən əvvəl yox, and içmədən sonra ifa edilir. Ona görə biri çıxırıq. Avtomatik cavablarımızda da bir olan variantlar getdi. İkinci, dövlət himni ifa edildikdə Azərbaycan Respublikası vətəndaşlar dövlət himni ayaq üstə, fərağat vəziyyətdə sona qədər dinləməli və mətni uyğun olaraq oxumalılar. 2 doğrudur. Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının dövlət himni bu qanun tələbləri əsas götürülməklə ölkənin dilində ifa edilir. Səhvdir bu. Ümumiyyətlə dövlət himni başqa dildə ifa edilə bilməz. Ona görə çıxırıq. 4-cü, dövlət himnindən istifadə qaydaları haqqında qanun tələblərini pozan şəxslər mülki məcəllə, inzibati xətalar məcəlləsi və cinayət məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Deməli, testimizin də doğru cavabı 2-ci və 4-cü bəndlər olacaq. A bəndi. 5-ə də baxaq, 5 nəyə səhvdir? Azərbaycan dəfn mərasimində Azərbaycan Respublikasının dövlət himni ifa edilməsi qaydası silahlı qüvvələrin qarnizon və qaralıq xidmətləri nizamnaməsi ilə müəyyən edilmiş tələblər əsas götürməklə bu qanunla tənzimlənir. Burada tərsin olmalıdır. Qanun tələbləri əsas götürülməklə silahlı qüvvələrin qarnizon və qaralıq xidmətləri nizamnaməsindən tənzimlənmə olmalıdır. Ona görə də 5-ci bənd səhvdir. 40-cı sual. İnformasiya əldə etmək haqqında qanuna əsasən informasiya sahibi aşağıdakı halda sorğunun icrasından imtina edir. Hansı hallarda imtina edir? İnformasiya sahibi sorğulanan informasiya sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə.
Doğru cavab B bəndi. Növbəti. İnzibati və yarımçı vəzifələrin təsnifat topusuna əsasən inzibati vəzifənin ikinci təsnifatına aid olan vəzifələri müəyyən edin. Birinci, baş nazirin köməkçisi. Baş nazirin köməkçisi ikinci təsnifatdır. Nazirlər Kabinetinin aparatı şöbə müdür müavini ikinci təsnifatdır. Ali Məhkəmə aparatında şöbə müdür müavini o da ikinci təsnifatdır. Nazirlər Kabinetinin aparat rəhbərinin köməkçisi üçüncü təsnifatdır. Prezident administrasiyasında sektor müdiri o da üçüncü təsnifatdır. Bizdən də ikinci təsnifat soruşduğu üçün doğru cavab 1, 2 və 3-cü bəndlər olacaq. 42-ci sual. Konstitusiyaya əsasən prezident ağır cinayət törətdikdə onun vəzifədən kənarlaşdırılması təşəbbüsü irəli sürülə bilər. Deməli, Konstitusiya Məhkəməsi təşəbbüsü irəli sürür, Ali Məhkəmə 30 gün müddətinə rəy verir və Milli Məclis qarşısında da Konstitusiya Məhkəməsi təşəbbüsü irəli sürür. Deməli, Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə Ali Məhkəmənin 30 gün müddətdə verilən rəy əsasında Milli Məclis qarşısında. İmtahanda bir çoxlarını C bəndi, daha doğrusu imtahanda bir çoxlarını B bəndi çaşdırmış. Deməli, Konstitusiya Məhkəməsi ilə Ali Məhkəmənin birgə rəy əsasında Milli Məclis qarşısında. Konstitusiya Məhkəməsi ümumiyyətlə rəy vermir. Rəy verən Ali Məhkəmədir. Burada isə birgə rəydən söhbət gedir. Və imtahanda bir çoxları gedib B bəndində tələsib götürmüşdü. Burada diqqətli olun, doğru cavab A bəndidir. Daha sonra 43-cü. Dövlət sirri haqqında qanuna əsasən dövlət sirri təşkil edən məlumatların məxfilinin açılması qaydası ilə bağlı yanlışdır. A bəndi. Obyektiv halların dəyişməsi nəticəsində dövlət sirri təşkil edən məlumatların mühafizəsinin məqsəduyğunluğun aradan qalxması məlumatların məxfilinin açılması üçün əsasdır. Bu doğrudur. Azərbaycan Respublikasında dövlət sirri təşkil edən məlumatların açıq mübadiləsi sayəsində beynəlxalq öhdəliklər götürməsi məlumatların məxfilinin açılması üçün əsasdır. Bu da doğrudur. Məxfilik müddətinin bitməsi məlumatların məxfilinin açılması üçün əsasdır. Bu da doğrudur. Dövlət sirri təşkil edən tam məxfi məlumatların məxfilik müddəti 10 ildən çox olmamalıdır. Bu səhvdir. Tam məxfi məlumatlar 10 il deyil. Və bu müddət heç bir halda uzadıla bilməz. Amma uzadıla bilər. Yəni, cümlə iki tərəfli səhvdir. Ona görə də bizdən yanlış soruşduğu üçün D bəndini götürürük. Azərbaycan Respublikasının dövlət dili haqqında qanuna əsasən beynəlxalq yazışmalarda işlədilməsi qaydalarına dair uyğunluğu müəyyən edin. Deməli, beynəlxalq yazışmalar dövlət dilində aparılır. Zəruri hallarda dövlət dili yanaşı müvafiq xarici dillərdən birində də aparıla bilər. Deməli, A-ya bir uyğun gələcək. İkitərəfli beynəlxalq müqavilələr dövlət dilində də tərtib edilməlidir. Deməli, 2-yə B uyğun gələcək. Avtomatik də C-yə də 3 uyğun gələcək. Testin doğru cavabı da olacaq A bəndi. 45. Dövlət qulluğu haqqında qanuna əsasən dövlət qulluqçusunun ixtisas dərəcəsi barədə düzgün cavabları müəyyən edin. Dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajına və ixtisas dərəcəsinin qulluq müddətinə uyğun olaraq dövlət qulluğu haqqında qanun müvafiq olaraq verilir. Bu doğrudur. Dövlət qulluqçusunun bilik səviyyəsi və əxlaqi keyfiyyətini göstərir. Bu səhvdir. 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcəsini alan dövlət qulluqçularına müvafiq hüquq akt və vəsiqə verilir. Bu da doğrudur. Əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmadan dövlət qulluğu haqqında qanun müvafiq olaraq ardıcıl verilir. Ümumiyyətlə səhvdir. Çünki ixtisas dərəcələri verilərkən əvvəllər verilmiş ixtisas dərəcələri də nəzərə alınır. Ona görə 4 səhvdir. Testin doğru cavabı olacaq D bəndi. 46-cı sual. İnformasiya əldə etmək haqqında qanuna əsasən yazılı informasiya sorğusunda göstərilmir. Yazılı informasiya sorğusunda yoldaşlar, informasiya sahibinin əlaqə məlumatları göstərilmir. Ona görə D bəndi doğru cavab olacaq. Daha sonra 47. Konstitusiyaya əsasən doğru müddəaları seçin. Azərbaycan Respublikasında dövlət hakimiyyəti yeganə mənbəyi xalqdır. Bir doğrudur. Hakimlər yalnız konstitusiya və qanunlara tabedirlər. Bu da doğrudur. Azərbaycan Respublikasının konstitusiyasının mətnini dəyişikliklər yalnız referendumla qəbul edə bilər. Bu da doğrudur. Testin doğru cavabı olacaq 1, 2, 3 D bəndi. Növbəti. Dövlət qulluğu haqqında qanuna əsasən dövlət qulluğunun idarəetmə şurası haqqında göstərilənlərdən biri düzgün deyil. Şuranın qəbul etdiyi qərarlar müvafiq dövlət qulluqçusu üçün məzburidir. Bu doğrudur. Şuranın səlahiyyətləri prezident tərəfindən müəyyənləşdirilir. Səhvdir. Şuranın səlahiyyətlərini Azərbaycan Respublikasının prezidenti müəyyənləşdirmir. Ona görə testin doğru cavabı B
B bəndidir. Əmək məcəlləsinə əsasən aşağıdakı şəxslərdən hansılara həftə ərzində 36 saatdan çox olmamaq şərti ilə qısaldılmış iş vaxtı müəyyən edilir? Deməli, hamilə və 3 yaşındakı uşağı olan qadınlara xeyr, himayəsində 16 yaşındakı 50 ümumi edilmiş uşağı olan valideynlərə səhvdir, 3 yaşındakı uşağın təkbaşına böyüdən kişilərə, bu doğrudur, həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda işləyənlərə verilir. Deməli, 3, 4 testin doğru cavabıdır. 50-ci sual. İnzibati icraat haqqında qanuna əsasən doğrudur. İnzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədləri və ya bəyanatları şifahi formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Şifahi yox, yazılı formada olmalı idi. Ona görə bir səhvdir. Səlahiyyətli inzibati orqanın müəyyən inzibati aktı sonradan qəbul edilməsi ilə bağlı bəyanatlarına fiziki şəxsən etimadı qanunla qorunur. Bu doğrudur. İnzibati orqan inzibati icraat haqqında qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla digər inzibati orqanlar tərəfindən müraciət daxil olduğu gündən 15 gün müddətində hüquqi yardım göstərilməsini təmin etməlidir. Bu da doğrudur. İnzibati orqan hüquqi yardım göstərməkdən imtina etdiyi halda ona həmin məqsədlə müraciət etmiş digər inzibati orqana dərhal bu barədə yazılı məlumat verməlidir. Dərhal yox, 3 gün ərzində məlumat verməlidir. Ona görə 4-ü çıxırıq. Müraciət edən inzibati orqan hüquqi yardımdan imtina ilə bağlı məsələyə baxılması barədə yalnız məhkəməyə müraciət edə bilər. Bu da səhvdir. Yəni müraciət hüququ yalnız məhkəmə ilə məhdudlaşmır. Və 6-cı, inzibati orqan xahiş olunan yardımı mütənasib olmayan, yalnız böyük məsrəf hesabına hüquqi yardım göstərə bilərsə, o zaman hüquqi yardım göstərməyə borclu deyil. 6-cı bənd də doğrudur. Bizdən də doğru cavabları soruşduğu üçün 2, 3, 6 testin doğru cavabı olacaq. 51-ci sual. Elektron imza və elektron sənəd haqqında qanuna əsasən doğru olanları müəyyən edin. Digər verilənlərlə məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər gücləndirilmiş olduqda imza sahibi nəzarəti altında olan imza vasitələri ilə yaradılmalıdır. Deməli, bu biraz qarışıq cümlədir, doğru cümlədir. Bunu birinci biz parçalamalıyıq. Deməli, yazıb ki, digər verilənlərlə məntiqi əlaqəli olan imza sahibini identikləşdirməyə imkan verən verilənlər. Yəni, elektron imza gücləndirilmiş olduqda, gücləndirilmiş imzanın tərifini necə salmalıyıq? Gücləndirilmiş imzanın tərifi necə başlayırdı? İmza sahibinin nəzarəti altında olan və imza vasitələri ilə yaradılan. Deməli, gücləndirilmiş olduqda elektron imza sahibi nəzarəti altında olmalıdır və imza vasitələri ilə yaradılmalıdır. Ona görə birinci bənd doğrudur. 2. Elektron sənəd dövrəsi vasitəçisi də daxil olmaqla elektron sənəd göndərilən fiziki şəxs elektron sənəd alan sayılır. Vasitəçi daxil olmaqla yox, vasitəsi istisna olmaqla olmalı idi. 2-ni çıxırıq. Daha sonra elektron sənəd dövrəsi vasitəsi istisna olmaqla adından elektron sənəd göndərilən hüquqi şəxs elektron sənədi göndərən sayılır. 3 doğrudur. İnformasiya sistemində elektron sənəd nizamlanmış hərəkətlə bağlı informasiya prosesləri elektron sənəd dövrəsi adlanır. Bu doğrudur. Sertifikatlaşdırılmamış imza vasitələri yaradıldığına görə elektron imza etibarlı sayıla bilməz, etibarsız sayıla bilməz olmalıdır. Diqqətli olaq. Bu biraz çaşdırıcı söz oyunudur. Və sonuncu, hər bir halda elektron sənəd kağız daşıda olan sənədə bərabər tutulur və onunla eyni hüquq və ya malikdir. Hər bir halda yox, qanunverici ilə sənədin notariat qayda təsdiqi və ya dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla elektron sənəd kağız daşıda olan sənədə bərabər tutulur və onunla eyni hüquq və ya malikdir. Testin doğru cavabı olacaq A bəndi 1, 3, 4. Növbəti. Dövlət qulluğu haqqında qanuna əsasən dövlət qulluğu keçmə ilə bağlı doğru variantı göstərin. Yoldaşlar, burada doğru variant 4, 5, 6-dır. Dövlət qulusunun dövlət qulluğu olmasının yaş həddi 65-dir. Dövlət qulusu hakim təyin edildikdə həmin vəzifədən imtina etməməsi onun dövlət qulluğuna xitam verilməsi üçün əsas ola bilər. Və dövlət qulusu məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edilməsi onun dövlət qulluğuna xitam verilməsi üçün əsas ola bilər. Testin doğru cavabı B bəndidir. 4, 5, 6. Növbəti.
Normativ hüquqi haqlar haqqında Konstitusiya qanununa əsasən normativ hüquqi haqların rəsmi dərc edilməsi müddətləri və şərtləri ilə bağlı qeyd olunanlardan yanlış olanları seçin. Birinci, qanunlar və fərmanlar prezident tərəfindən imzalandıqdan sonra 24 saat müddətdə rəsmi dərc edilməlidir. 24 saat yox, 72 saat. Biri götürürük və avtomatik cavablarda 1 ilə başlamayan variantları çıxırıq. 2. Konstitusiyada nəzərdə tutulmuş hallarda Milli Məclis tərəfindən təsdiq olunması nəzərdə tutulan prezident fərmanları Milli Məclis tərəfindən təsdiq edildikdən sonra 70 saat müddəti rəsmi dərc edilməlidir. 72 yox, 24. Ona görə 2-də çıxırıq, götürürük. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları qəbul edildikdən sonra 24 saat müddətində rəsmi dərc edilməlidir. 3-də səhvdir. Avtomatik cavabımız çıxdı. 1, 2 və 3. Növbəti. Məhkəmələr və hakimlər haqqında qanuna əsasən aşağıdakı fikirlərdən hansı doğrudur? Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən 1 aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır. 1-i götürürük. Deməli, 1 ilə başlamayan variantlar çıxır. Növbəti. Məhkəmənin fəaliyyəti yalnız hüquq bərabərliyinin təmin edilməsinə və qanunvericiliyə əməl edilmiş hallarda və qaydada məhkəmə nəzarəti həyata keçirilməsinə yönəlmişdir. Məhkəmələrin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunverici nəzərdə tutulmuş hallarda və qaydada məhkəmə nəzarəti həyata keçirilməsinə yönəlib. 2 səhvdir. Məhkəmə iclasının gedişi və məhkəmə istinaqı zamanı aparılan prosessual hərəkətləri qeyd etmək üçün texniki vasitələrdən istifadə edilə bilər. Doğrudur. Birinci instansiya məhkəmələrinin işlərə yalnız tək başına baxılır. Bu səhvdir. Tək başına və 3 hakimdən ibarət tərkibdə baxılır. Məhkəmənin işlərə birinci instansiya, apellyasiya və kassasiya instansiyalar üzrə baxılır. 5 də doğrudur. Testin doğru cavabı olacaq C bəndi. Sonuncu sual dövlət qulluqçusu A dövlət qulluğu ilə bağlı vəzifənin icrası zamanı ona müraciət etmiş vətəndaş B-nin təqdim etdiyi sənədləri qəbul edərkən qanunsuz hərəkət etmişdir. Bunun nəticəsində vətəndaşın sosial yardım alması barədə müraciəti əsas şəkildə rədd edilmiş və o müəyyən müddət ərzində itki ilə üzləşmişdir. Vətəndaş ona dəymiş ziyan ödənilməsi ilə bağlı məhkəməyə müraciət edir. Konstitusiya əsasən belə ziyanın aradan qaldırılması üçün məsuliyyət necə müəyyən edilir? Deməli, Konstitusiyada qeyd olunub ki, dövlət qulluqçusu ilə birlikdə dövlət qulluqçusunun qanunsuz hərəkətinə yaxud da hərəkətsizliyinə görə hüquq və azadlığın pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Deməli, dövlət qulluqçusu və dövlət mülki məsuliyyət daşıyacaq. Testin doğru cavabı olacaq B bəndi.